Murad bəy, əsas məsələlərdən biri elə istəyirəm ki, gün ərzində İranın Hörmüz boğazında 2 Amerika Birləşmiş Ştatları gəmisinə, xüsusən ki, hərbi gəmidən söhbət gedir, vurması raketlə, onları hədəf alması ilə bağlı fikrinizi alaq. Bununla əlaqəli İran mediası arda-arda paylaşımlar elədi, məlumatlar verildi, amma buna baxmayaraq həm Axios, daha sonrasında isə Centcom bunu təkzib etdi, yalanladı və qeyd etdilər ki, belə bir hal yaşamayıb, rahat şəkildə Amerika Birləşmiş Ştatlarının gəmiləri boğazdan keçə biliblər, amma onlar ticarət gəmiləri ilə bağlı faktı dilə gətirirdilər. Nə düşünürsünüz? Gün ərzində belə bir halın yaşanması realdırmı? Və əgər realdırsa bu artıq nə demək olur? Çünki artıq manşetlərdə biz İran atəşkəsi pozdu başlıqlarını görürük. Əslində baxanda biz bundan əvvəl də dəfələrlə İran tərəfinin müxtəlif bəyanatlarını görmüşük və sonradan məlum olub ki, o bəyanatlar həqiqəti əks etdirmir. Amma siz Centcomun adını çəkdiniz. Centcom Amerika Birləşmiş Ştatlarının mərkəzi qoşunların qərargahıdır. Centcomun bu vaxtacan yaydığı məlumatların heç vaxt mən təqzib olunmasını və yalan olmasını eşitməmişəm. Ona görə mən üstünlüyü verirəm Centcomun məlumatlarını. Bu bir. İkincisi, bilirsiniz, uzun müddətli müzakirə olunurdu bu atəşkəs və son anda məlum oldu ki, bu atəşkəsin həyata keçirilməsinin bir məqsəd də ondan ibarət idi ki, Konqresdə onu yenidən müzakirə etməmək üçün Donald Trump'ın administrasiyası Amerikada o 60 gün müddətini istifadə edərək həmən o müddəti sıfırlaşdırdı. Bilirsiniz ki, administrasiya Konqresə məktub göndərdi ki, müharibə bitdi. Yəni, o 60 gün vaxt artıq bağlandı və yenidən Amerika Birləşmiş Ştatları müharibəyə başlaya bilər. Bilirsiniz ki, 60 gündən çox əgər müharibə davam edirsə, o Konqresdən icazə almalıydı. İndi isə Konqresdən icazə ehtiyac yoxdur və yenidən sıfırlanmış artıq dövrdən başlaya bilər əməliyyatları. Və indi əməliyyatlar üçün çox güman ki, müxtəlif bəhanələr axtarılacaq və bəhanələrdən biri də o ola bilər ki, Trump'ın elan elədiyi ki, Hörmüz boğazında ilişib qalan gəmiləri çıxartmaq əməliyyatıdır. Belə baxanda bu humanitar bir əməliyyata oxşayır və fikir verin, Trump da bir bəyanat verdi. Onlara hansı bir təhlükə yaranarsa, biz silahlı cavab verəcəyik, silah vasitəsilə. Yəni artıq o fikirləri mətbuatda yayırlar. Çox güman ki, belə bir hadisə baş versəydi, Amerika Birləşmiş Ştatları bundan istifadə edib əməliyyatlara başlaya bilərdi. Bu baxımdan düşünmürəm ki, bu Murad bəy, deyirlər ki, Trump əməliyyatları bərpa etmək istəmir. Həm daxili məsələlər, həm də ki, ümumiyyətlə, xarici amillər də burada biz zaman-zaman danışırıq, öz yerini alır. Bütün bunlara baxmayaraq, Donald Trump heç əməliyyatları bərpa etmək fikrində deyil. Bu tərəfdən yanaşdığımız ola bilərmi? Həqiqətən də baş verib belə bir fakt, amma Centcom onu təksib edir, çünki əməliyyatları başlamaq istəmir. Yox. Bu mümkün deyil. Nə üçün? Amerika Birləşmiş Ştatlarında bu sistem elə qurulub ki, azad mətbuat, nəzarət və s. Centcom heç vaxt yalan məlumatı yaymağa cürət etməz. Ona görə ki, sabahları Donald Trump'ın məsəl üçün Senatda soru-sual ala bilmirlər. Amma Centcomun rəhbəri, müdafiə naziri vaxtaşırı Senata çağırırlar və senatorlar olaraq soru-sual alırlar mətbuatın qarşısında. Bu baxımdan belə bir yalanları səsləndirmək, həmən o səsləndirən adam üçün onun karyerasının bitməsi ilə sona gələ bilər. Bu baxımdan inanmıram. O ki, qaldı Trump'ın əməliyyatları başlamaq istəmir niyyətini mətbuatda müxtəlif fikirlər yayınlanır. Əgər o tamamilə əməliyyatları dayandırsaydı, o birinci növbədə indiyənə qədər regiondakı silahlı qüvvələri artırmazdı. Biz görürük ki, hər gün əlavə ora silah sursat daşınır, hər gün əlavə texnika gətirilir. Bu bir. İkinci məsələ, oradan gedəsi olsaydı, o İrana elə zərbələr endirərdi ki, İranın enerji sisteminə, neft sisteminə, İranın təbliğat sisteminə, məsələn, siz bayaqlar göstərirsiniz, televiziyada danışırlar, anti-Amerika təbliğat aparırlar. Amerika Birləşmiş Ştatları hasanlıqla o televiziyalara zərbələr indirərdi və İran bu təbliğatı aparmaqda da çətinlik çəkərdi. Amma bunların heç birini eləməyiblər. Nə üçün saxlayıblar bunları? Bunlar saxlayıblar növbəti mərhələyə. Amerikanların müxtəlif başqa planları var və bunun üçün də müxtəlif variantlardan istifadə edirlər. Sadəcə olaraq indiki dövr bu iqtisadi sanksiyalar dövrüdür. İqtisadi cəhətdən sıxırlar İranı. Növbəti faza kimi də çox güman ki, bu əməliyyatlar olacaq. Ona görə ki, əlavə qüvvələrin yığılması. Bax, mən sizə gətirim də nümunə. Müharibə başlayanda 2 dənə təyyarə daşıyan gəmi var idi. İndi regionda 4 dənə təyyarə daşıyan gəmi var. 2 dənə desant gəmiləri var. Hər hissində 2500 hərbi
dəniz donanmasının əskərləri yerləşdirilib. Bunlar hamısı əlavə qüvvələrdir. Bunlar niyə yığıblar? Gün ərzində Hörmüzlə bağlı bu hərəkətlilik fonunda bərabərində Sepahın da bir bəyanatı oldu. İstəyirəm onunla bağlı bir təsvirimiz var, onu ekrana gətirək. Nə idi bu? Sepah yeni bir idarəetmə zonası yaratdığını elan etdi bugün Hörmüzdə. Nə idi bu idarəetmə zonası? Biz də həmin zona ilə bağlı görüntüləri ekrana gətiririk. Məhz açıqlamada da biz görürük, Hörmüz boğazında İran ordusunun nəzarət və idarə etdiyi yeni zona müəyyənləşdirilib. Bu zona cənubdan İranda yerləşən Kuhe Mobarakla Birləşmiş Ərəb Əmirliklərinin Füceyra şəhərinin cənubu arasındakı xəttdən, artıq biz görürük hansı xəttdən söhbət gedir. Qərbdən isə İranda yerləşən Qəşm adasının son nöqtəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Küveyn ərazisi arasındakı xəttdən ibarətdir. Sepahın bugünkü bəyanatı və yeni idarəetmə zonasının hansı əraziləri əhatə etdiyi ilə bağlı da məlumat paylaşıldı. Konkret şəkildə ola işarə etmişlər və biz həmin bəyanat əsasında da bu təsviri hazırlamışıq. Murad bəy, nə deməkdir bu? Nəyə görə indiki məqamda Sepah belə bir idarəetmə zonası elan etdi və bugün ələxsusda ki, bərabərində bir neçə saat keçdikdən sonra da biz indi bayaqdan danışdığımız hadisələr baş verdi. Bilirsiniz, Sepah çox şey səsləndirə bilər, amma bax bu cürlə fikri səsləndirilməsi bu işğal deməkdir. Birləşmiş Ərəb Əmirliklərinin ərazisini işğalı. Niyə? Ona görə ki, Ormuz boğazının iki hissəyə bölünür. Şimal hissəsi bu İrana məxsus dəniz sularıdır. Cənub hissəsi isə Birləşmiş Ərəb Əmirliklərinə məxsus ərazidir. Burada isə xəritədə onlar Birləşmiş Ərəb Əmirliklərinə məxsus ərazini də öz ərazisi elan edirlər. Bu artıq rəsmi işğal kimi səsləndirilir. Bu baxımdan hesab edirəm ki, bu ümumi hətta dünyada qəbul olunmuş qaydalara da ziddir. Ona görə ki, beynəlxalq sular anlayışı var, ölkə daxili sular anlayışı var. Bu baxımdan burada İran Birləşmiş Ərəb Əmirliklərinə daxili sularına, belə deyək ki, artıq iddialı səslənir. Düşünürəm ki, bununla heç kəs razılaşmayacaq. Hətta İranı belə dəstəkləyən dövlətlər də bu fikirlə rastlaşmayacaq. Amerika necə bir addım ata bilər bəs cavab olaraq? Amerika buna heç bir reaksiya verməyəcək və öz əməliyyatlarını keçirdəcək. Həmən o səsləndirir fikirlər ki, Ormuzda ilişib qalan gəmiləri başlayacaqlar bir-bir çıxartmağa, ABŞ gəmilərinin nəzarəti və müdafiəsi eləmək şərti ilə. Murad bəy, bərabərində gün ərzində Bəqainin açıqlamaları oldu danışıqlar məsələsi ilə bağlı. Biz indi müzakirəyə keçməzdən öncə onun açıqlamasının bir hissəsini təqdim etdik. Bərabərində digər bir hissə də var idi. Orada isə qeyd edir ki, ABŞ-nin təhdidlərinə necə cavab verəcəyimizi bilirik və gəmilərlə bağlı məsələyə toxunmuşdu. Orada da Hörmüz boğazını himayədəri mühafizəçisi adlandırmışdı İranı və danışıqlarla bağlı isə ABŞ-yə cavabımızı Pakistana təqdim etmişik dedim. Bundan öncə də Amerika Birləşmiş Ştatlarının verdiyi təklifləri isə ümumiyyətlə müzakirə etmədi, çünki qəbul ediləcək təkliflər deyildi dedim. Bəqainin həmin açıqlaması ilə bağlı da bir təsvirimiz var. İndi onu ekrana gətirəcəyik. İstəyirəm ki, həmin açıqlamanı təqdim edib onunla bağlı da fikirlərinizi alaq. Xarici İşlər Nazirliyinin nümayəndəsi deyir ki, ABŞ-nin cavabını Pakistan vasitəsilə almışıq. Biz də cavabımızı təqdim etmişik demişdi ondan öncə. Hazırda qaldırılan məsələlərin təfərrüatlarına girməməyə üstün tuturam. Çünki hələ də araşdırılma mərhələsindədir. Amma ABŞ-nin həddindən artıq tələblər və qeyri-məqbul iddialar irəli sürmək vərdişindən imtina etməsi onun üçün asan deyil. Qeyd olunan bütün mövzular əsasən də zənginləşdirmə və materiallarla bağlı məsələlər yalnız spekulyasiyadır. Bu mərhələdə müharibənin tam dayandırılması və qəti şəkildə başa çatdırılmasına başqa heç nəyi müzakirə etmirik. Burada diqqət çəkən bir neçə məqam var. Bundan öncə də qeyd etdiyi məsələlər var idi. Biz təklifləri yenə də həddən artıq hesab edirik deyir və son olaraq vurğulayır ki, müharibənin tamamilə başa çatdırmasından başqa heç nəyi müzakirə etmirik. Elə bu məsələdirmi bugün prosesi dalana diriyib? Yox, bilirsiniz, bu danışıqlar əslində dayanmışdı. Bu məsələləri müzakirə edir ki, gərək bu məsələnin kökünə baxaq. Danışıqlar dayandığından sonra biz gördük ki, Pakistan tərəfi aktiv hərəkətə keçdi və çalışdı ki, heç olmasa müəyyən danışıqları dayanmış nöqtədən tərpətsinlər. Və bu baxımdan Pakistanın rəhbər şəxsləri İrana səfər etdilər, ABŞ-la telefon danışıqları apardılar, bunu Donald Trump da etiraf eləmişdi və Pakistan vasitəçi olduğuna görə Amerika Birləşmiş Ştatları 14 bənddən olan irəli gələn təkliflərini göndərdi.
Amma onlara gələn cavabı da eşitdim mən ki, heç o cavab da onları qane etmədi. Yəni bugünkü danışıqlarda hansısa bir effekt gözləmək, nəticə gözləmək düzgündür. Ona görə ki, hələ o mərhələyə çatmır. Mərhələ nədən ibarətdir ki, iki tərəfdən biri çıxılmaz bir vəziyyətdə olmalıdır ki, hansısa bir güzəştlərə geçsinlər. İran tərəfi belə bir vəziyyətə düşmək üçün ya yeni hərbi əməliyyatlar başlanmalıdır, güclü zərbələr endirilməlidir İran tərəfinə və yaxud da tətbiq olunan iqtisadi sanksiyalar öz nəticələrini verməlidir. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirinin bəyanatını eşitdim, artıq deyir, dünən idi deyəsən bəyanat, 5 milyarda yaxın ancaq iqtisadi sanksiyalar İrana qarşı olan iqtisadi sanksiyalar, məsələn o İranı blokadaya götürülməsi ziyan vurub İrana bu qısa müddətdə və hətta o bildirdi ki, İranda çox ciddi maliyyə problemləri yaranıb, əskərlərə maaş verməklə bağlı dövlət çətinlik çəkir. Yəni bu proseslər bir uzun müddət davam edəndən sonra içəridə ciddi problemlər yaranandan sonra, ondan sonra hansısa bir, məsəl üçün bu danışıqlarda güzəştə getməkdən söhbət gedə bilər. Murad bəy, digər tərəfdən Avropa siyasi birliyinin bugünkü samitində əsas mövzulardan biri Ukrayna ilə bərabər, həmçində Hörmüz boğazı məsələsi idi. Arda-arda gələn açıqlamaları, təklifləri, çağırışları gördük. Makronun açıqlaması bu mənada bizə bir qədər diqqət çəkən gəlirdi. Hər iki ölkəni birgə hərəkət etməyə çağırır. Onsuz da hazırda hər iki ölkə birgə hərəkət edirlər, amma məsələ burasında da hər iki ölkə elə Hörmüzü blokadaya alıblar. Və vuruladı ki, bizim hələ də hərbi olaraq orada iştirak planımız yoxdur. Digər bir diqqət çəkən bəyanatı Ruttedən gəldi. Deyir ki, artıq Avropa ölkələri öz hərbi bazalarına istifadə ilə bağlı Trumpın mesajını alıblar, bunun üzərində işləyirlər. Bir-birinə zid açıqlamalar idi. Makron deyir ki, hərbi iştirakla bağlı fikrimiz yoxdur. Digər Avropalı rəsmilərin də, yəni Makrondan fərqli açıqlamaları yox idi, amma Rutte isə deyir ki, Trumpın mesajı alınıb, bunun üzərində işləyir Avropalı rəsmilər. Siz nə düşünürsünüz bu açıqlamaları necə oxumaq lazımdır, necə təhlil etmək lazımdır? Bugünkü Avropa Siyasi Birliyinin samitində Hörmüzlə bağlı necə bir nəticə əldə olunacaq? Hörmüzlə bağlı heç bir nəticə əldə olunmayacaq. Ona görə ki, Avropa Birliyi bu günləri elə bir vəziyyətdədir ki, hər hansı bir ciddi çağırışın qarşısını almaq üçün ciddi tədbirlər görməyə malik deyirlər. Avropa üçün ən təhlükəli məsələ Ukraynadır. Biz gördük ki, Ukrayna ətrafında ona dəstəklə bağlı neçə ildə davam edən oradakı müzakirələr nə qədər çətinliklə də olsa, hansısa bir nəticənin əldə olunması sadəcə olaraq bu Ukrayna xalqının qəhrəmanlığı nəticəsində baş verir. Məsələn, Armuzla bağlı 20 ya bir ay bundan əvvəl Fransa prezidenti bəyan eləmişdi ki, biz Böyük Britaniyanın baş naziri ilə böyük bir konferans keçirdəcəyik, müzakirə edəcəyik. Online. Və o müzakirələr heç bir nəticə gətirib çıxartmır. Bilirsiniz, siz düzgün qeyd elədiniz. İranla ABŞ-ın arasında vəziyyət elədir ki, burada məsələlər müzakirə ilə həll olunmur. Burada ciddi tətbiq olunmalıdır. Hansısa tədbirlər tətbiq olunmalıdır. O ki, qaldı Avropaya özdə ən çox ziyan çəkən, məsələn, Amerika Hormuzun bağlı olmağından ziyan yox, xeyri alır. Amma Avropa ziyan çəkir. Ona görə ki, Katardan çıxan qazın böyük əksəriyyəti Avropaya gedirdi. Neftlə bağlı da məhsullar böyük də olmasa, az da olsa, o da Avropaya gedirdi. Yəni, Avropa ciddi təsir edir. Amma siz qeyd etdiyiniz məsələ ki, Rusiya tərəfindən gələn bəyanat və Avropa tərəfindən gələn bəyanat, bu da fərqli məsələlərdir. Avropanın birbaşa iştirak eləməsi hərbi əməliyyatları buna əleyhinə çıxırlar Avropa rəhbərləri. Amma Trumpın verdiyi hərbi bazalarla bağlı mesaj orada demir hərbi iştirakdan, o deyir hərbi bazalarla bağlı. Çox güman ki... Amma Avropa ölkələri bundan öncə heç bunu da qəbul etmirdilər. Onu gətirirəm də, çox güman ki, bundan əvvəl, yadınızdadsa Avropa bəzi ölkələri Amerika Birləşmiş Ştatlarının təyyarələrinə icazə vermədilər öz bazalarına. Bəli, İspaniya. Və çox güman ki, bu məsələlər o ilə bağlıdır və Amerika Birləşmiş Ştatları hətta bu ilə bağlı öz etirazlarını bildirdilər və belə qərar da verdilər ki, Avropadan öz qoşuldan bir hissəsini çıxadacaqlar. 5000 kontingentdən deyirdilər, amma həmən bu sammitdə artıq söhbət gedir ki, 5000-dən də çox kontingentdir. Və çox güman ki, bu təsir edib, yəqin ki, Avropa tərəfi öz fikrini bu ilə bağlı bazaların istifadəsi ilə bağlı fikrini dəyişəcək. Amma ümumiyyətlə, Avropanın yanaşması, Avropanın bu işlərdə hər hansı bir ciddi iş görməyinə mən inanmıram.